Rövşən Abdullaoğlu'nun "Bu şəhərdə kimsə yoxdur" romanı insanın daxili tənhalığı, mənəvi boşluğu və həyatın mənası ilə bağlı dərin düşüncələrə söykənən psixoloji bir əsərdir. Əsərin əsas qəhrəmanı əvvəllər uğurlu idmançı olmuş, lakin sonradan təmizlik işçisi kimi çalışan Villidir. O həyatın mənasızlığı və tənhalığı ilə üzləşmiş, özünü cəmiyyətin kənarında hiss edən bir insandır. Villi Anderson xəstəxanasında tanış olduğu və mələk adlandırdığı bir şəxs ilə qarşılaşır. Bu mələk gənc yaşlarında ağır itkilər yaşamış, müharibənin dəhşətlərini görmüş və hazırda xərçənglə mübarizə aparan bir insandır. Onun həyat dolu və müdrik yanaşması Villinin həyatına yeni bir işıq gətirir. Roman bu iki fərqli insanın qarşılaşması və onların bir-birinə təsiri ilə inkişaf edir. Mələk Villinin içindəki ümidsizliyi və tənhalığı aradan qaldırmağa çalışır. Ona həyatın gözəlliklərini və mənasını göstərməyə çalışır. Bu prosesdə hər iki qəhrəman da öz keçmişləri ilə üzləşir, daxili yaralarını sağaltmağa çalışır və həyatın dərin mənaları üzərində düşünürlər. Əsər oxucunu insanın daxili dünyasına, həyatın mənasına və insan münasibətlərinin əhəmiyyətinə dair dərin düşüncələrə aparır. Rövşən Abdullaoğlu bu romanında fəlsəfi və psixoloji mövzuları bir araya gətirərək oxucunu həm emosional, həm də intellektual səviyyədə təsirləndirir.